Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda dissertasiya şurasının iclası keçirilib. Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini texnika elmləri doktoru professor Ələkbər Əliyev, iclasın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru dosent Lyudmila Skhostatın texnika elmləri doktoru elmi dərəcəsini almaq üçün sistemli analiz, idarə etmə, informasiyanın işlənməsi ixtisası üzrə təqdim etdiyi kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi mövzusunda dissertasiya işinin müdafiəsi həsr olunduğunu söyləyib. Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru dosent Fərqana Abdullayeva iddiaçı dosent Lyudmila Skhostatın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış edib. Sonra Lyudmila Skostat çıxış edərək dissertasiya işini təqdim edib. İddiaçı dissertasiya işinə dair 11-i Web of Science, 4-ü Scopus bazasında olmaqla ümumilikdə 17 məqalənin, o cümlədən 16 konfrans materialının nəşr olunduğunu diqqətə çatdırıb. İddiaçı dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını bildirib. Məruzəçinin sözlərinə görə dissertasiya işi çərçivəsində kiberfiziki sistemlərin kiberdayanıqlığının müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmiş, sistemin kiberdayanıqlığını təmin etmək üçün konseptual model təklif edilmişdir. Dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru professor Nailə Musayeva, texnika elmləri doktoru professor Valih Mustafayev, texnika elmləri doktoru dosent Zərifə Cəbrailova və texnika elmləri doktoru professor Baləmi İsmayılovun rəyləri səsləndirilib. Çıxış edənlər aktual elmi problemlərə həsr olunmuş dissertasiya işində kompleks məsələlərin qoyulduğunu və həll edildiyini bildiriblər. Həmçinin nəzəri və praktiki əhəmiyyətə malik dissertasiya işinə dair tövsiyə xarakterli iradlar və təkliflər səsləndiriblər. Opponentlər tədqiqat işinin yüksək səviyyədə yerinə yetirilmiş, tamamlanmış elmi iş olduğunu və Ali Attestasiya Komissiyasının elmi dərəcələrin verilməsinə dair tələblərini tam ödədiyini vurğulayıblar. Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb. Müzakirələrdə iştirak edən AMİA-nın müxbir üzvü professor Məsumə Məmmədova, AMİA-nın müxbir üzvü Ramiz Alquliyev, texnika elmləri doktoru professor İqbal Babayev, texnika elmləri doktoru professor Nadir Ağayev, texnika elmləri doktoru Mütəllim Mütəllimov, texnika üzrə fəlsəfə doktoru dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru dosent Fərqanə Abdullayeva iddiaçının yerinə yetirdiyi dissertasiya işinin tamamlanmış iş olduğunu bildiriblər. Qarşıya qoyulan məsələlərin həll olunduğunu diqqətə çatdırıblar. Daha sonra dissertasiya işinə dair elmi məsləhətçi AMİA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əlquliyev çıxış edib. Akademik vurğulayıb ki, beynəlxalq, regional və milli səviyyədə böyük aktuallıq kəsb edən kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi probleminin həllinə yönəlmiş bu dissertasiya işi yalnız elmi deyil, həm də strateji baxımdan ölkəmiz üçün böyük önəm kəsb edir. Akademik Rasim Əlquliyev iddiaçının yerinə yetirdiyi tədqiqatın tamamlanmış iş olduğunu və elmi yeniliyə malik olduğunu bildirib. Alim ölkəmiz üçün böyük əhəmiyyətə malik olan dissertasiya işinə Azərbaycanda müvafiq istiqamətdə aparılan işlərə təkan verəcəyinə inamını ifadə edib. İddiaçının yekun sözləri dinlənildikdən sonra Ali Attestasiya Komissiyasının rəsmi saytında şəxsi kabinetə daxil olmaqla gizli elektron səsvermə keçirilib. Səsvermə nəticələrinə əsasən Lyudmila Skostata texnika elmləri doktor elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edilib. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.